Gününüz aydın olsun millət. Binalara baxırdım, bir şey yadıma düşdü. Yəni özümə ağıllı sahib kiməsə ağıl vermirəm. Sadəcə bir vətəndaş kimi məsləhət verirəm. Məsələn, bu ipoteka ilə verirlər də evləri. Əvvəli məsələn 20 min, 30 min, daha belə deyək 15 minə də evlər var. Məsələn, əvvəli 15 minə, məsələn Kristal Abşeronda bir otaqlıya verib götürə bilərsən. Digər MTK-lar da verir. Hətta gedib kupçası olan digər məsələn həyət evini belə ipotekaya salmaq olur. Mənə maraqlı olan, o əlində, məsələn, deyək ki, 100 min əlində pulu olan, gəlir Bakıdan ev almaq istəyir. Deyək ki, yəni rayonda nəyisə satıb, neyini və yaxud da qazanıb o pulu, gətir Bakıda ev almaq istəyir. Və gətirir, verir 100 mini, ev alır. Nə əldə elədin, qardaş sən? Heç bir şey əldə eləmədin, sadəcə ev sahibi oldun. Mən sənə öz gedişatımla mən məsləhət verim də, qardaş. O 100 minin 30 mini verirsən ipotekaya, əvvəlinə 30 min verirsən, yəni bu maksimum ipotekanın ödənişi 30 mindir. Bugünkü gün normal ev sahibi olmaq üçün. 30 mini verdin, gerdə qalan 70 mini, qardaş, aparıb verir, qoysan banka. Banka qoydun, o da illik 10%-dən sənə verir. Deyək ki, 70 minin illik 10%-i 7 min eləyir. Bunu da aya böləndə 600 manat eləyir. Sənin o aylıq ödənişin var ya, hansı ki 30 min verdi mənzilə, ay ödənişin 600-dən artıq olası deyil. Yəni onu olmazmı ki, elə banka qoyasan o 70 mini, 70 mindən aldığın o faizi aparıb bu bankın ipotekanın kreditini ödəyəsən. O ev sənin üstünə otura 30 minə. Yəni oradan aldın, bura verdin. Yəni ortada heç bir şey. Faizlə faiz ödəyirsən, o evdə sənə 100 minə yox, 30 minə başa gəlir. Ay gözəl insan. Siz niyə biraz fikirləşmirsiniz? Yəni bəlkə bu variantla istifadə edeyim. Hətta bir imkan da yaranır sizə ki, o 70 min məsələn banka qoyduğunuz pula əlavə məsələn sizə nəsə bir depozit kimi qoyulub, sizin artıq nə bəzi müqavilələrinizdə də ehtiyac olmayacaq. Hansısa bir sənədsə, sənin orada depozitin var, sənin pulun var orada və sən o imkandan yararlana bilərsən. Yəni bu imkanlardan istifadə edin, əzizim. Yəni bəli, var, insanlar var ki, xoşlamır kreditə girməyi. Onları demirəm, yəni ki, heç kimə təbii ki, xoş gəlməz. Ümumiyyətcə, bu kreditə girmək elə bir şeydir ki, ipotekadan söhbət gedir. Yəni summarlı bir məsələlərdən. Bunları Amerikada, digər ölkələrdə varlılar, imkanlılar girir ipotekaya. Məsəl üçün, kimisə istəyir həm deyək ki də belə 100 minlik maşın sürsün və iş qursun. O gedir maşını kreditlə götürür, o 100 mini aparır, verir, yatırdır işə. Ay oradan ödəyir həm maşının kreditini, həm də belə. Düzdür, təbii ki, Amerikada bizdəki kimi 27%-lə, 20%-lə, 25%-lə kredit yoxdur. Çox təəssüf. İnşallah o da düzələr. Yəni belə bir variantlardan istifadə eləyin ki, yəni biraz qabağa düşəsiniz də. Məsələn, o dediyim kimi, o ev sizə 100 minə yox, 30 minə başa gəlsin. O 70 mininiz də orada durub, qardaş. Evinizin krediti qutarandan sonra gedin, o 70 mininizi çəkin, istəyirsiniz ay oradan gənə də davam eləyin. Məsələn, illik 7 min pul götürün, digər problemlərinizə verin. Allah xalqımızı, dövlətimizi qorusun. Allah hamıya elə imkan yetirsin ki, vallahi kredit gözəl şey deyil, sadəcə bu bir variant idi. Nə də ki, burada kimlərsə banka çəkmək istəmirəm, faizə necə deyim, düzsar eləmək istəmirəm. Mənim də sevmədiyim bir şeydir faiz. Baxmayaraq ki, özüm elə ipotekada qalıram. Allah xalqımızı qorusun, Allah dövlətimizi qorusun, Allah hamıya imkan yetirsin.